Dostlar, necəsiz? Ağa çox xoş gəlibsiz. Cədid videoya. Xoş. Seri növbə yetişibdi. Pərvəndə cinayət. Ağa, mən bu gün əvvəl gəlmişəm sizə neçə pərvəndə cinayət tapmışam. Çünki pərvəndələr sadə deyil. Yəni o vaxtdan heç bunlar ittifaq düşüb ta əlanacan heç xəbəri yoxdur. Və adamlar heç bunlar qətlə yetirib onlardan əslən xəbər yoxdur və hələ də ki polis bu qətlən üstündə işləyir. Bunun deyim dostlar, bu video biraz dərdibəridir. Yəni gəlib biraz tezliklə baxasınız ta biləsiniz nə, çünki biraz qəziyyələr şayət tuğlanır, şayət da bilmirəm. Şahidlər görürüz az oldu. Hamı hesabı yetirdi, otdu bax. Xoş dostlar, əvvəlcə pərvəndə cinayətimizin gedək deyim. Biləcək ki, əvvəl bu deyim, getməmişdən qabaq videonu like edin, channelına subscribe edin. Zəngulları da faal edin ki, əvvəlinci videom, əvvəl nəfər siz olasınız ki, baxasınız. Let's go in video, gedək videonu da alsın. Əgər onlar qədimidirlər, yəni sən bizdən hududan bir 20-25 yaşları vardı, onlar bilirlər ki, hududan məsələn 20-21 il bundan qabaq çətrum taza gəlmişdi, yəni mərdum taza sərgərmə olurdu çətruma. Və bir gün bir dənə ağa benamı Mariyan və bir dənə xanımı benamı Andi. Endi də deyirlər, Andi də, bilməm hangisi. Və xoş bəgüzəm, ağay benamı Mariyan və bir də xanımı benamı Andi. Bunlar bir-biri ilə aşık olurlar və çətrumda danışırlar, elə zindəcanlıqlarını qabağa aparırlar və vaxtı ki, biraz vaxt geçir, bu iki nəfər istəyir bir dənə yer, məsələn, qərar qoyarlar ki, kamil bahəm aşık olurlar, kamil tər bahəm danışarlar eləyərlər və özünüz bilirsiniz ki, biraz sazqar olurlar, coft olurlar. Və bu ağay Mariyan təslim tutur bu xanıma bir dənə adres verir. Və bəli ki, təslim tutur adres verir, bu xanım adresi alır. Bəli vaxt ki, bunlar danışırdılar, xanım bir dəqiqə deyir, dayan, deyirlər, nə oldu? Deyir, həyətindən səs gəlir. Oğlan da xoş bax gör kimdir. Vaxt ki, xanım baxır eşiyə həyətindən, oğlana elə çətdə tərtibanı yazır ki, sən bizim evdə həyatımızın qabağında, evin qabağında yaşayırsan. Bu oğlan deyir ki, baba, nə deyirsən, dəli olubsan, mən səninlə danışıram bir dəqiqə, mən nədir səninlə indi gəlmişəm qapısının qabağında, məsələn belə. Abi, xanım deyir, yox, baba, belə bir nəfər, xanım get və get mütbəyən olur ki, bəli, bir nəfər istəyir girə bunların evlərini. Abi, xanım hər çə səhətləri qaçır, gizlənir otağın komediyində və vaxt ki, qaçır, gizlənir, mütbəyən olur ki, bir nəfər girdi bunun evlərini, bunların xanımın. Və bəxti və bəd az bu ki, bu xanım görür ki, bir nəfər girib bulanır və hər səhətlər gizlənir orada və vaxt ki, görür bir nəfər qapının açdı, otağın qapısında girdi içəri, bu xanım da vəz xərablaşır, yəni qorxmaqdan istəyirsən səhdə eləymiş. Bədə neçə müddət sonra bu oğlan pəyam verir ki, nə oldu, nə ətfaq düşdü, qız pəyam verir ki, mənim halım yoxdur, kamilən də okey. Və bu oğlan düz əvvəldə şəkkinir ki, kaş o şəkkinməyə bahis olaydı ki, bunlar sərritər qəzədə mütəvəccə olurlar ki, olmalılar və bu oğlan deyə olsun, həllidir. Və qız birdən offline olur və vaxt ki, offline olur, oğlan dalasını tutur, peycir olur, xəbər yox. Və gedir idarəyə polisə və idarəyə polisə bu xanımın şümarə filanı verir. Və bəd az bu ki, şümarəsini verir, bu polisələr bir nəfələr rədiyyabı ilə filandan bu xanımın evinin rəddini vururlar. Və vaxt ki, gedirlər evini açırlar, görürlər ki, bu xanımı bir nəfər tikət eləyib və divarda bu əlaməti yazıb. Gördünüz və dostlar, bu kamilən hələ diyaq məntiqisi idi ki, indi gelirik ayrısına ki, yəni ona fikir eləmirəm, çətin adamın ürəyə gələ baxa. Çünki mən özüm vaxt ki, o bundan sonra mikrofon qoymuşam, halə danışıram, habiyə danışıram. Cunkov Fruta bir dənə 17 salı danışağımız imiş ki, bu xanımın 17 yaşı var imiş və dərheyni inç 17 yaşı var imiş. Bu xanım o qədər gözəl, yəni zibayisi o qədər yuxarı idi ki, bu xanıma mədrəsədə məsələn çox istəyirlər yaxınlaşarlar, məxsusən oğlan tərəflər çox istəyir yaxınlaşar. Və bu xanım pişəftinə xatir rədd edir bunlara yaxınlaşmağa. Bir dənə hala oğlan ilk adı təsvirdə gəlir, adı fikrindən çıxdığına görə. Bu oğlan bu xanıma bəht ərkir olur və təslim tutur ki, bu xanımla biraz rahatlar rabitə bərqərar qoyar. Və vaxt ki, bu iş görər, əlin verir bir dənə əcəb monqolluq işər ki, bu xanımı tutur
və aparır. Özü elə bil Yakuzanın bir dənə bandındanmış bu uşaqların biri. Və bəzi bu aparırlar bir müddəti 40 gün çeyilir bu xanıma təcavüz edirlər. Yəni o iki fikirsizdən keçir, ondan da əcib vəhşətnak ki, bəzi 40 gün sonra o qədər o şikəncə, zərbə edir, bu xanım ölür gedir. Və bəzi bu ki ölür gedir, polis o qatillərin birini tutur və birini əslən tutamırlar ki, heç indi də yəni tutanmayıblar qəziyyəsindən xanım xəbər olurlar ki, nəyə belə oldu, hangi ittifaqa görə belə oldu. Və dostlar, bu da bizim bu idi ki, Cumhuriyeta, bu dostlar, əgər oturam kamil tər biləcək, çünki məndəmdə xülasə var dedim. Əgər oturam bunu istəmən kamil tər tozih verirəm, xob, əgər onda gəl mənim videom, hətta 20-25 dəqiqə vaxt aparır. Çünki kamil tərin tozih bunda, hətta 20 dəqiqə ki, mən isə xülasə var tozih verir. Və bəli dostlar, bu da bizim bugünkü videomuz idi. Ümidvaram bu videodan ləzzət aparıbsa. Həttəmən channelini subscribe edin, videoda like edin ki, yoldaşlarınız görsün. Yollayın, yoldaşlarınız görsün, çıxdım. Dostlar, ta videoya bəli, Allah'a tapşırdım.